Allah o övladlara bağışlasın. Bu gecə də üzümü tuturam həmən övladlara. O övladlara ki, yığıblar atalarını, analarını boğaza. Qumara qurşanı, biri nə bilim, pis vərdişlərə, biri içkiyə, bir vəziyyətə qoymusan atavı, anavı, cavan ikən qocaltmısan. Allah sənə insaf versin. Və bunu da sənin üçün qoy dua edib. Allah sənə güc versin ki, qalxasan, qalxa bilərsin inşallah. Bu gecə demirdin, mənə nə qədər özümə suallar verirlər, mümkündür, yoxsa bu gecə fürsətdir sənin üçün, cavan. Ya Allah. O oğul kim? Ata qapını açıb, atıb onun bayına. Gecənin bir aləmi təsəvvürlə ata evdə oturub, biraz gözü yuxuya yeyib qapı döyülür. Yəni, görür, oğul dayanıb o tərəf. Nə istəyirsən? Amma istəyir ha, içəri atsın qapını. Bir də içində yalvarır ki, elə bir söz etsin ki, qapını açın, bıraxın içəri. Ata da oradan qayıdır, ata deyir, vallahi səhvimi başa düşmüşəm, gedəcək də yerim yoxdur. 2 dənə kəlmə bəsdir.